Salam, xoş gördük əziz izləyicilər. Həkim Postu podkast verilişinin bugünkü qonağı cərrah mama ginekoloq Aynura xanım Abdullayevadır. Bugünkü mövzumuz hər ailədə əsas mövzulardan biri olan, hər gənc ailənin həyatında yer tutan doğuşdu, övladın dünyaya gəlməsi, hamiləlik və bu yolda keçdikləri çətinliklər, həkimlə pasiyentin əməkdaşlığı, sağlam övladın dünyaya gəlməsi üçün şərtlər, hazırda ginekologiyada, keysəriyyədə, təbii doğuşda hansı yeniliklər var, hansı problemlər var və bu sahənin pərdəarxası məqamları ilə doktorumuza danışacağıq və mən əminəm ki, hamilə xanımların, ana olacaq xanımların maraqlandıran 12-15 əsas suala cavab alacağıq. Xoş gəlmisiniz doktor. Teşekkür ederim. Çok sağ olun dəvətiniz üçün. Doktor, bilmək istərdik ki, bu günləri hamilə qadın 9 ay tamama yetirəndə, heç bir problemli bir hamiləlik keçməyibsə, ginekoloq kabinetində keysəriyyə yoxsa təbii doğuş, bu qərarı kim verir? Bəli, bir qadın tam 9 ayını tamamladıqda və ümumiyyətcə 9 ay boyunca ən çox verdiyi sual, ən çox həyecanlandığı anlar, mən hansı yolla doğuşu bitirəcəm, hamiləliyimi bitirəcəm, hansı doğuş yolu seçəcəm, bu keysəriyyədir, yoxsa təbii doğuşdur. Əlbəttə ki, qərarı doktora düşür. Onu hamiləliyini təqib edən həkimin boynuna düşür. Lakin burada biz bu qərarı verdikdə mütləq hamilə qadınla məsləhətləməliyik və onun da fikirləri çox vacibdir, çox önəmlidir. Onun arzuları, istəyi və sonra iki şəxs arasında bu həkim və pasiyent arasında olan bir qərar olacaq. Bəs yoldaş, bəs qaynana, bəs qaynata, bəs ana? Dediyiniz hər bir şəxs bu çərçivədən qıraqda qalır maalesef. Çünki bu insanlar yalnız və yalnız hər bir hamilə qadının onun qeydinə qala bilər, qayğısını çəkə bilər. Lakin hansı qərar verəcəyinə onlar müdaxilə etməməlidirlər. Bu bir sözdür. İşdə isə tam fərqinədir. Çünki bizdə həm qaynanələr müdaxilə edirlər, həm analar müdaxilə edirlər və bəzən də böyük bir mübahisələrə gəlib çıxır. Həkim kabinetində belə. Bəli, həkim kabinetində belə. Hətta bəzən olur ki, göstərişlə, baxın, keysəriyyə və ya doğuş hər ikisinin göstərişləri var. Hər bir qadın təbii doğuş üçün yaradılıbdır. Lakin göstərişlər var. Həm keysəriyyə üçün, həm doğuş üçün göstəriş və əks göstərişlər var. Bəzən bir qaynanəyə anlatırsan ki, sizin gəliniz doğuşa girə bilməz. Nədən? Çünki burada fizioloji olaraq, anatomik olaraq sərhədlərimizi pozuruq və biz bu xanımı doğuşa buraxa bilmərik. Əgər doğuşa buraxarıqsa, bu bir travma olacaq həm qadın üçün, həm də doğulan körpə üçün. Lakin qaynanə israr edir ki, yox, mən istəyirəm ki, o doğsun. Bəzən də səbəb nədir? O doğuşdan sonra, əməliyyatdan sonra ona kim qulluq edəcək? Bu yaxınlarda oldu. Xəstəmizi buraxdıq doğuşa. Pasiyent doğa bilmədi. Nədən? Çünki pasiyentin boyu və çəkisi doğuş üçün əlverişli deyildi. Və bu protokollarda da var. Bu pasiyent üçün keysəriyyə əməliyyatı göstərişdir artıq. Lakin qaynanənin ısrarı ilə biz onu doğuşa buraxdıq və ən axırıncı məqamda məcburi qadını keysəriyyəyə götürdük. Yəni bu müdaxilələrin sonucu bu olur. Doğuş masasına çıxıbsa qadın, artıq orada açılış da var, genişlənmə də var, uşaq təbii doğuşa hazırlanır, müəyyən gəliş də var. Yəni hansı məqamlarda, ya bu faktdan başqa, hansı məqamlarda dərhal keysəriyyə masasına aparıla bilər və o uşaq üçün zərərli deyilmi? Çünki artıq uşaq doğuş yoluna düşüb, ana da müəyyən sancı çəkib. O nə zaman baş verir ki, artıq bir anda qərar verirsiniz ki, bunu artıq keysəriyyəyə aparaq? Bu hal hər bir qadının başına gələ bilər. Təbii doğuşa gedən qadının başına gələ bilər və hər bir doğuşa gedən qadın acil olaraq əməliyyata alına bilər. Məsələn,
Mamalıqda belə dediyimiz bir şey var, asinkretizm. Dölün başı düz oturmur və açılış baş verir, lakin baş düz oturmadıqda doğuş ləngiyir. Doğuş ləngidiyi zaman artıq döl hipoksiya düşür və döl əziyyət çəkir. Aydın məsələdir ki, bizim əlavə müdaxilələrimiz dölün travmasına gətirib çıxarda bilər. Lakin bizim üçün hər zaman sonuçda bir mama ginekoloq olaraq bu dünyaya sağlam bir uşağın dünyaya gəlməsidir. Hər hansı yolla olur olsun, uşaq və ana sağlam olmalıdır və o zaman biz acil olaraq qadını keyseri əməliyyata götürürük. Doktor, belə bir mif yaranıb, elə yəqin qaynaqlar da onu deyir. Sanki elə bir Azərbaycanda bu təbii doğuşa girmək istəməyən həkimlərin sayı çoxalır. Hətta bunlar arasında uzmanlar da var. Bir məsələyə toxunmaq istəyirəm ki, yəni qapısına gedirsən 90 xəstədən tutaq ki 100 qadından 90-ı keysəriyyə alır. Və belə bir jurnalistikada belə bir şey yayılıb, bir müzakirə eləmişik ki, həkimlər artıq doğuşla məşğul olmaq istəmirlər. Hətta pasiyentdən çox həkim qorxur, ginekoloq qorxur doğuşdan ki, bu baş ağrısıdır. Mən bu ilə məşğul orada nə olacaq Allah bilə. Ən yaxşısı, ən salamatı keysəriyyədir. Mən kolleqalarımı qoruyaraq qorxur sözünü götürəcəm. Çünki inanmıram ki, hər hansı bir cərrah mama ginekoloq keysəriyyə əməliyyatını icra edə bilirsə və digər ginekoloji əməliyyatları icra edə bilirsə, o doğuşdan qorxsun və ondan qaçsın. Burada məsələ tamam başqa tərəfdən baxılır. Məsələ buradadır ki, bugün hər kəs öz zamanını qoruyur və düşünür ki, mən bəlli bir zamanımı doğuşa sərf etməyim. Məsələn, neçə saat? Bəli, çünki keysəriyyə əməliyyatı, bildiyiniz birinci keysəriyyə əməliyyatı, şəxsən mənim özümdə 15-20 dəqiqə çəkər. Təkrar keysəriyyə əməliyyatlar, bu 3-cü, 4-cü keysəriyyə əməliyyatlar, yəni yarım saat, 40 dəqiqə bitər. Lakin təbii doğuş, ilk təbii doğuş 12 saat sürərsə, təkrar təbii doğuş 6-7 saat sürər və fərqini görürsünüz. Özünüz də bir riyaziyyatı baxımdan yanaşsaq, bir keysəriyyə əgər 20 dəqiqədirsə, lakin bir doğuş 10-12 saat tələb edirsə, əlbəttə ki, burada bəzən həkimlər sadəcə vaxtlarını itirmək istəmirlər. Bu tərəfdən buna razılaşacağım və ona görə çox vaxtı həkimlər keysəriyyə əməliyyatını daha çox üstün tuturlar. Doktor, partnyor doğumları necə baxırsınız? Son zamanlarda maraqlı videoları yayılıb, o kişilər girir doğuş salına, hələ keysəriyyə, hələ təbii doğuşu görmürlər, ürəkləri gedir, əsirlər, onlara yardım göstərilir. Bununla bu bir trendə gəlib ki, videolar olsun. Kişilərin keysəriyyə cərrahiyyəsinə, doğuş prosesinə gəlməsi, baxması, iştirak etməsi bir ginekoloq olaraq nə əhəmiyyət kəsb edir, vacibdirmi və tərəfdarısınızmı? Belə deyək, bizim də pasiyentlərimizin arasında olur ki, partnyor doğuşlarını istəyirlər və biz bunları alqışlayırıq. Açığı bir doktor olaraq hər zaman hamilə qadının müayinə gəlməsi, müayinələrdən keçməsi, hamiləliyin təqibi zamanı onun yoldaşının bir yerdə iştirak etməsini mən alqışlayıram. Çünki bu dünyaya gələn uşaq tək ananın evladı deyil, burada atanın da böyük rolu və istəyi olubdur. Və əlbəttə ki, qadın hamiləlik dövründə zaten onun formaları dəyişir, çəkisi artır, hormonal balansı dəyişir, psixonevroloji dəyişikliklər baş verir və burada həyat yoldaşının yanında olması bunun üçün çox böyük müsbət dəstək və elə hamilələr çox özgüvənləri olan, xoşbəxt olan, hamiləlikləri fəsadsız keçən bir hamilələr olur. Doğuşa gəldikdə, bu mənim öz şəxsi fikrimdir, mən düşünürəm ki, təbii doğuş bir kişi üçün deyil. Yəni, bir kişi təbii doğuşu görməsə, məncə o daha yaxşıdır.
Çünki bəlli bir psixoloji bir analiz apardıqda kişilərin çox faizi doğuşdan sonra biraz gərgin olurlar və sarsıntı yaşayırlar. Çünki onlar teoretik bilsələr də bu necə keçir, praktik olaraq bunu atlata bilmirlər, belə deyək. Və ümumiyyətcə təbii doğuş zamanı biz təbii deyirik. Burada döl çıxdıqda hər bir qadının təbii prosesləri baş verə bilər və bu xoşa gəlməyən bir şeydir. Düşünürəm ki, hər bir qadın kişi üçün bir sir qalmalıdır və ona görə təbii doğuşu mən alqışlamıram, lakin keyseriyanı alqışlayıram. Nədən? Çünki keyseriya daha səliqəlidir və qadın uzanır, kəsik aparılır, bildiyiniz bir əməliyyat. Nədən də yox, qoy o uşağın atası da görsün ki, onun həyat yoldaşı nələrdən keçir, hansı əziyyətləri çəkir və düşünürəm ki, mən keyseriya əməliyyatında partnyorun olmasını dəstəkləyirəm, lakin təbii doğuşda yox. Bəlkə də psixoloqlar deyirlər ki, bu dünyaya gələn uşaq həm atanın, həm ananın enerjisini hiss etməlidir. Ancaq bizim ulu nənə babalarımızın vaxtında nənələrimiz doğub və kişi gəlib ki, artıq uşaq dünyaya gəlibdir. Heç də bir zəif uşaqlar olmayıbdır. Çox qəhrəmanlarımız, çox öndə gedən liderlərimiz dünyaya gəlibdir. Mən düşünürəm ki, yəni o qədər də təbii doğuşda olmaqlarını dəstəkləmirəm. Ancaq maalesef son zamanlar təbii doğuşda bəzən analar və qaynənələr hətta girirlər. Onu görməmişəm mən. Təsəvvürünüzə gətirin. Mən deməzdim ki, buna qarşıyam. Ancaq məncə ora girən ana və ya qaynənə istər-istəməz müdaxilə edir və bir mama ginekoloqun işinə müdaxilə edərək o prosesi ləngidir. Yəni buna icazə var onların girib keçməyinə ora? Bugün özəl xəstəxanalarda var. Siz icazə verərsiniz? Məsələn, o sizə mane olacaq? Bilirsiniz, burada biraz icazə verərəm dedikdə, yəni icazə verməyib hansı amili əldə gətirim, onu da deyək. Ona görə xətirlərinə dəyməyərək icazə veririk və yola veririk, necə deyərlər, və çox da gözəl doğuşlarımız olur. Belə bir trend də var. Məsələn, mən bu yaxında bir tənqidi məqalə də hazırladıq. Azərbaycanda xüsusilə, digər ölkələrdə deyəsən hələ yoxdur. Mənim uşağım ad günümə düşsün doğuluşu, yoldaşıma hədiyyə eləyim, 8 martda doğulsun, güzgü tarixləri var, zerkalində atalar, 10, 10, 10, 12, 12, 12 və həmin günlərdə bütün özəl klinikalar dolu olur. Bir günə 100 uşaq. Və burada belə bir qəbahət deyirlər, ginekoloqlar yoxdur, amma bir şey var. Uşağın yəni gəlişini, doğuluşunu, o yetişmə həftəsi var. Bəlkə düşmür həmin həftəyə. Yəni burada seçim necə olmalıdır? 35 həftədə, 34 həftədə, 36 həftədə, yoxsa sizin üçün bir sərhəd var orada? Baxın, ümumiyyətcə təbii doğuş əlbəttə ki, bura aid deyil. Biz bu mövzuda keyseriya əməliyyata aid olur. Bu güzgülü datalar dedikləriniz rəqəmlər seçilir. Bu anormal bir yanaşmadır. Çox anormal bir yanaşmadır və mən buna qətiyyən buna qarşıyam. Bəlli bir həftə var. Bu həftədə biz keyseriya əməliyyatını ala bilərik. Birinci keyseriyalar 39-cu həftə və sonra da götürürük. Təkrar keyseriyalar 38-ci həftəsində biz götürürük. Baxın, əgər ki bir qadın gəlirsə və biz qadın gəldikdə biz ona deyirik ki, sizin doğulacaq keyseriya əməliyyatı olunacaq günlər tutalım ki, ayın 20-dən 25-nə qədərdir. İstədiyiniz rəqəmi seçin. O əlbəttə ki, əgər o qayıdıb desə ki, olar ki, mən 20-si yox, məsələn 5-i olsun, burada artıq 2 həftə fərq var. Buna qətiyyən icazə verilməzdir. Nədən? Çünki doğulan bir körpə tam yetişmiş, vaxtında doğulmalıdır. Əgər ki, bu 38 həftəsindən tez olarsa, vaxtından əvvəl doğulmuş körpə sayılır. Və burada ağciyərlərin yetişməməzliyi, ümumiyyətcə dölün
doğulduqdan sonra reanimasiya düşməsi, küveyzə düşməsi və reanimasyon tədbirlərin olması ilə üzbə-üzə gəlməsi deməkdir. Bəzən biz bunu ailəyə başa salırıq. Bugünə qədər şükür ki, mənim belə bir pasientlərim olmayıbdır. Ancaq eşitmişəm ki, məsələn, hansısa bir qadın öz uşağının 35 həftəsində dünyaya gətiribdir. Hə, olsun, reanimasiya düşər, hə, 3 gün, 5 gün toparlanar və çıxar. O qadın bilməlidir ki, öz uşağını nələrlə üzbəüz qoyur? Bir reanimasiya düşməsi, bir damar yolu açılması, bir antibiotikin alması və digər dərmanlar, hansılar ki, əlbəttə ki, zərərlidir və bu uşağın vaxtından əvvəl dünyaya gəlməsi bir ananın kaprizidirsə, artıq burada sözün bitən yeridir, necə deyirlər. Çünki hər bir ana öz evladının sağlamlığının keşiyində durur. Ana bətnindən başlayaraq və ta o ana bu dünyadan köçənə qədər. Mən öz kaprizimə görə uşağın vaxtını əvvəl doğulsun və o uşaq hətta küveyzə düşsün, mən o uşağı riskə atım, bu biraz absurddur və Məncə heç analığa sığmır. qətiyyən icazə verilməzdir. Düşünürəm ki, həkim tərəfindən bu düzgün başa salınsa, mən düşünürəm ki, yəni bunun qarşısını almaq mümkündür. Doktor, onda buna toxunaq ki, keysəriyyə üçün əsas şərt, yəni neçə həftədə olmalıdır? Bir də bu ciyər iynəsi deyirlər. Son zamanlar sosial şəbəkələrdə də görürəm, deyir, sən ciyər iynəsinə getdin, vurdular artıq uşağa. Bu hansı halda vurulur? Təbii doğuşda, keysəriyyədə və yaxud da ki, vaxtına əvvəl doğuş olacaq. Bu ciyər iynəsi nədir və mütləqmi vurulmalıdır? Ciyər iynəsi dedikdə, bu belə bir trend deyil, bu belə bir moda üçün deyil. Bu dölün RDS profilaktikası aparılır və bu da göstərişlə olmalıdır. Əgər bir qadın hamiləlik dövründə riski varsa vaxtına əvvəl doğulacaq. Məsələn, cif gəlişidir, qanaxması var və yaxud da ki, eklampsiyaya girmə ehtimalı var. O zaman, bəli, biz dölün, ciyərlərin açılmasının profilaktikası üçün o iynəni vurarıq. Yox, əgər o risk yoxdursa, yəni boşu-boşuna o iynəni vurmasının heç bir əhəmiyyəti yoxdur. Əksinə, vurulan iynənin nə qədər müsbət tərəfləri varsa, o qədər də mənfi tərəfləri var. Bunu bəzən gələn xanımlar bilmirlər və bəli, bizdə adətən o hamilə, bu həmiləyində danışanda mənə falan iynə vuruldu, sənə vuruldu, mənə falan analiz götürüldü, sənə götürüldü mü? Ancaq hər bir şeyin göstərişi olduğu üçün də bu dediyiniz RDS profilaktikanın da göstərişi var və göstərişi olmadan bu iynə vurulmaz. Ola bilərmi ki, ginekoloqlar həmin o keysəriyyədə bir problem yaşamasınlar, yəni öncədən zəmanət üçün, özlərini sığortalamaq üçün bunu vurdururlar? Ola bilər. Mən yaxşıyam deyən o iynəni vurdura bilər, ancaq yenə deyirəm, əgər göstəriş yoxdursa, o iynəni vurulmasının heç bir əhəmiyyəti yoxdur. Doktor, keysəriyyə ilə yanaşı eyni vaxtda ginekoloji əməliyyatlar da bir ara dəbdəydi. Məsələn, fartuq götürü müəyyən, sonra məsəl üçün estetik əməliyyat eləyin, bir çox əlavə prosedurlar olunsun eyni vaxtda ki, canım rahat olsun. Məsələn, belə bir şeylərə gedirsinizmi? Biz getmirik və heç kimə də məsləhət bilmirik. Keysəriyyə zamanı icazə verilən əməliyyat, yanaşı gedən əməliyyat yalnız və yalnız borunun bağlanmasıdır. Biz onu icra edirik və əgər böyük həcmdə miomalar varsa, o miomalar qanamazsa və hamilə zahı qadın üçün heç bir fəsad verməzsə, bir də eyni zamanda miomektomiya icra edə bilərik. Bundan əlavə olunan hər bir əməliyyat, siz dediyiniz kimi, ya abdominoplastikası sayılsın, ya vaginoplastikası sayılsın, bunlar sonradan fəsad verən bir əməliyyatlardır. Yəni keysəriyyə ilə eyni vaxtda olunmamalıdır. Bəli, məsləhət deyil. Bəs boru bağlanması məsələsi nə yerdən? Onu kimlər icra edirsiniz? Məsələn, bu biraz risk deyilmi? 1-2 uşağım var, boru bağlayım, sonra birdən fikri dəyişə bilər. Ümumiyyətcə, belə deyək də, keysəriyyə əməliyyat 7, 8, 9 dəfə icazə verilməyən bir əməliyyatdır. Çünki burada uşaqlığın cırılması, qanaxma, hətta uşaqlığın tam götürülməsinə qədər gedib çıxa bilər pasient. Ona görə keysəriyyə ilə maksimal 4 və ya 5 uşaq dünyaya gətirmək olar. Əgər bir qadın 4-cü keysəriyyə gəlirsə və orada qərar verirsə,
yoldaşı ilə birgə, çünki bu tək mümkün deyil, ki mənim borumu bağlayın doktor. Nədən də yox? Çünki bəzən qızlar gecikirlər, hamilə qalırlar və artıq doktor mən 5-ci uşağı dünyaya gətirmək istəmirəm deyərək məcburi o uşağın alınmasına, hamiləliyin pozulmasını əl atırlar. Bu isə riskdir. Həm qadın üçün riskdir və fəsadlar verə bilir. Buna görə bəli, 3-cü, 4-cü keyseriyadan sonra birgə verilmiş qərar olarsa, burunu bağlamaq olar. Ancaq bu 1-ci keyseriyadan sonra olmur, 2-ci keyseriyadan sonra olmur. Bu çox vaxtlar adətən mənim pasiyentlərim arasında bu 4-cü, 3-cü, 4-cü keyseriyadan sonra bağlanır. Belə bir şey də var, qadınlar bəhsə bəzən keçirlər ki, keysəriyyə olunan doğuş, təbii doğuş edənə həsəd aparır. Təbii doğuş edən sonradan keysəriyyə olana həsəd aparır. Amma keysəriyyə olunanlar deyirlər ki, təbii doğuş edənlər daha tez bərpa olur, ayağa qalxır. Təbii doğuş edənlər deyir ki, siz görməmisiniz o cəhənnəmi, biz nələr yaşadıq. Amma bu bərpa dövrü fərqlənir doğrudan da, hansına baxanda daha üstündür. Əslində, əlbəttə ki, təbii doğuşa gedən qadının bərpa dövrü daha tezdir. Tez ayağa qalxır. Bəli, o tez ayağa qalxır. O doğuş masasında yeni doğulmuş körpəsini döşünə qoyur və artıq bu proses də sağalmanın, uşaqlığın yığılmasının tezləşdirir. Əlbəttə ki, keyseriyə gedənlər biraz gec bərpa olurlar, biraz gec toparlanırlar. Nədən? Çünki biz dəri altı, piy, əzələ, apanevroz, sonra uşaqlığa çatırıq və bunlar hamısını kəsərək təzədən bunların hamısını bərpa edirik. İstər-istəməz bu dərin bir yaradır və bu yaranın sağalmasına bəlli bir vaxt gedir. Qan daha çox itirilir istər-istəməz və əlbəttə ki, burada 2 etap olur. Məsələn, bugün səhər-səhər bir pasiyentimi doğuzdururam. Onda təbii doğuşdur. Keyseriyə gedən ona baxıb gülür. Çünki rahatdır, relax. O öz vaxtına gözləyir. Sual verim, niyə gülürsən? Deyir ki, o ağrı çəkir. Yəni, mən ağıllıyam ki, bu yolu seçdim. Deyirəm, yox. Sən indi 1 saatdan sonra görərsən. Əlbəttə ki, uşaq doğulandan sonra dərhal ana döşünə qoyulur uşaq. Ana öz evladını hiss edir. Reanimasiya yerləşdirilmir. Ana birbaşa palataya gedir. Uşaqla daha tez təmas olur, daha tez durur, aktiv olur. Ancaq keysəriyyə əməliyyatına gedən ondan sonra daha çox əziyyət çəkir. Demək ki, burada 2 etap var. Biraz bu doğuşa gedənlər səbirli olmalılar. Doğuşdan sonra isə daha tez bərpa olurlar, nəinki keysəriyyə gedənlər. Bəs ginekoloq olaraq, bax, həkim kimi yox, bir qadın kimi, ana kimi hansını seçərdiniz siz? Bir qadın kimi mən hansını seçərdim? 3 dəfə təbii doğuş edən bir qadın olaraq əlbəttə ki, mən təbii doğuşu seçərdim. Baxmayaraq ki, 3-cü evladım bəlli bir gecikmiş bir yaşımda oldu və ətrafda mənə də çox adam deyirdi ki, keysəriyyə getginən. Mən keysəriyyə yaxşı olsaydım, elə keysəriyyəni seçərdim. Ancaq mən təbii doğuşu seçirəm və bugün də yenə deyirəm təbii doğuş və hamıya da bütün pasiyentlərimə onu məsləhət bilirəm. Doktor, pasiyentin ixtiyarında olmasa, həkim olaraq deyirsiniz ki, təbii doğuş yaxşıdır. Bəs keysəriyyə kimi alırsınız? Göstərişlər hansılardır ki, bu qadın bəzilədir yaş məsələsidir, bəzilədir çəkidir, bəzilədir gözündə problem var, ürəyində problem var. Kimləri 100% keysəriyyə almaq lazımdır? Varikoz deyirlər. Varikoz varsa, qasıq nahiyədə, ayaqlarda mütləq keysəriyyə alınmalıdır. Biraz bunlardan danışaq. Varikozda dayanmaq istəyirəm. Bəli, bizdə çox aktualdır. Hamilə qadının ayağında və ya qasıq nahiyəsində varikoz genişlənmə olarsa, dərhal sən doğa bilməzsən, trombul olar, trombun atar, nə bilim nə olar. Bu sözlər deyərək qadınlar keysəriyyə əməliyyatına alırlar. Bu əlbəttə ki, çox yanlış bir yanaşmadır və yenə deyirəm, bəzən zamanı itirməyərək hansısa bir səbəb axtarırıq, ancaq bu da bir bəlli səbəb deyil. Göstəriş də deyil. Belə olarsa nə etmək lazımdır? Mütləq və mütləq damar cərrahına müraciət etmək lazımdır. Əgər bir hamilə qadının ayağında varikoz genişlənmə varsa, mütləq
damar cərrahı müayinə aparmalıdır. Aşağı ətraf venaların dopleri olunmalıdır və bundan sonra damar cərrahı ilə birgə bir qərar verilməlidir. Bu günə qədər ən ağır vəziyyətdə olan, qasıq nahiyədə olan genişlənmə, ayaqda olan genişlənmə olan bütün pasientlərimizi təbii doğuzdurmuşuq. Çünki bu genişlənmə çox vaxt hansı qadınlarda olur? Birinci hamiləlikdə olmur, ikincidə də olmur, üçüncüdə olur. Bu bir qadın yazıq 2 dəfə təbii doğuşa giribdir. Üçüncü hamiləlikdə ayağında varikoz var və bunu ginekoloq cərrah deyir ki, yox sən təbii doğuşa girə bilməzsən. Bu çox yanlış yanaşmadır. Yəni, Girsə nə olacaq ki, təbii doğuşa? Varikozların nə olacaq? Hətta damar atacaq, tromb atacaq. yox, Heç nə olmayacaq. Onu ginekoloq deyə bilməz. Ginekoloq onu yönətməlidir damar cərrahına. Damar cərrahı baxıb və damar cərrahı deyəcək ki, siz bu xəstəni ala bilərsinizmi təbii doğuşa, yoxsa yox. Və biz bu günə qədər göndərdiyimiz pasientlərin 95%-i geri dönüşlə gəlib damar cərrahının rəyi ilə ki, mən doğuşa girə bilərəm. Yəni, əgər ki, yanaşma düzgün və fərqli olarsa, fərdi olarsa, nəticəmiz də gözəl olar. 2 dəfə təbii doğuşa girən qadını səndə varikoz var alıb keyseriya almaq günahdır. Tam səmimi. Nədən? Çünki istər-istəməz uşaqlıq kəsilir, qarın boşluğuna daxil olunur. Halbuki bu qadın 3-cü dəfədə normal, sakitcə, rahat, təbii doğuşa gedə bilərdi. Sadəcə corab geyinməlidir və doğuşdan sonra təkrar damar cərrahına müraciət etməlidir. Vəssalam. Təbii doğuşa daha çox təşviq edirsiniz xanımları. Bəs seçiminiz necə olur? Bir qızda, gəlində, xanımda nə olmalıdır ki, siz qəti şəkildə deyirsiniz ki, sən keysəriyyə qəbul edir, keysəriyyə dünyaya gətirə bilərsən uşağı? Baxın, bugün bizim protokollarımız var. Və bu protokollarda çox açıq, aşkar və aydın yazılır ki, hansı qadın üçün keysəriyyə göstərişdir və hansı qadın təbii doğuşa yox, keysəriyyə getməlidir. Bu göstərişlər həm ana tərəfindən, həm döl tərəfindəndir. Ana tərəfindən əgər bir qadının, məsələn, uşaqlığın üzərində çapığı varsa, nə vaxtsa orada bir əməliyyat aparılıbdır, rekonstruktiv olaraq və yaxud da ki, uşaqlıq yolunda əməliyyat aparılıbdır. Əlbəttə, bu qadını təbii doğuşa buraxmaq olmaz və biz onu keyseriyə alırıq. Əgər bir qadında ekstragenital bir xəstəliklər varsa, təzyiqi var, sidikdə zülal çıxıbdır və bu preeklampsiyadadır və yaxud da ki, cift gəlişidirsə, biz o zaman əlbəttə biz xəstəni doğuzdurmağa icazə yoxdur. Biz onu keyseriyə əməliyyatına alırıq. Və yaxud da ki, əgər bir qadında tutalım ki, gerpetik bir səpkilər var və çox aktiv bir formadadır və yaxud da ki, papilloma virus bugün çox yayılmış bir virusdur. Qadının genital bölgəsində böyük bir kandilomalar varsa, bu uşaq doğulduqda ana yolundan keçərək o virusla təmas olacaq və o da yoluxacaq. İstər bu gerpes olsun, istər bu papilloma virus olsun və o zaman biz dölü qoruyaraq biz keyseriyə əməliyyatını məsləhət görürük. Və yaxud da ki, burada məsələn, anada şəkərli diabetdir və şəkərli diabet hamilələrimizdə ən böyük nədir rast gəlinən? Döl böyük çəkidə olur. Bu, əgər ultrasəs müayinəsi zamanı burada biz görürük ki, çəki 4 kilodan çox verirsə, əlbəttə ki, biz onu riskə atmırıq və keyseriyə əməliyyatına göstəriş olaraq onu keyseriyə əməliyyatına alırıq. Burada qadının çəkisi çox önəmlidir. Burada qadının çanağın ölçüləri çox önəmlidir. Göstərişlər olduğu halda biz keyseriyə alırıq. Çünki keyseriyə əməliyyatı bir seçimdir. Doğuş əgər təbii mümkün deyilsə, artıq çarəsiz qaldıqda biz keyseriyə əl atırıq.
Müzakirə olunan məsələlərdən biri də xanımlar arasında mənim keysəriyyə əməliyyatımın izi, yeri, çapıqlardır. Bir baxırlar bir-birlərinə və biraz onlarda kosmetik bir qüsur kimi kelloid çapıqlar əmələ gəlir. Kəsiyin dərinliyi, tikişin kobudluğu bu məsələlərdə necədir? Cərrahın qabiliyyətindən, əlinin yüngüllüyündən, texnikasından asılıdır, amma kelloid çapıq bilirəm ki, sizdən asılı olan bir şey deyil. Ümumiyyətlə o izin yaxşı olması üçün nə etmək lazımdır? Kimlərdə kelloid çapıq əmələ gəlir? Ümumiyyətlə kelloid çapıq belə deyək. Bir kəsik aparılırsa, ümumiyyətlə dəridə bir proses gedirsə, istəyir kəsik olsun, istər yanıq olsun, o yara sağalma, bərpa dövründə bərpa zamanı fibroblastların kollagenin çox ifraz etdiyi zaman kelloid toxumu əmələ gələcək. Burada bir həkim olaraq mən məsələn bir 100 əməliyyat edərəm. Onun 90-ında kelloid çapıq olmaz, ancaq onunda olar. O deməkdir ki, mən hər hansısa bir pasiyenti fərqli əməliyyat eləmişim. Yox, eyni taktikadır, eyni saplardır, eyni yanaşmadır. Sadəcə burada bəzən genetikanın da rolu var. Çünki genetik olaraq o toxumanın bərpası, toxumanın xüsusiyyətləri çox önəmlidir. Belə hallar olur və bu nə həkimə bağlıdır, nə sapa bağlıdır. Bəli, əgər bir yarada infeksiya yaranarsa, orada kelloid toxumanın əmələ gəlmə ehtimalı daha çoxdur. Sadəcə bugün qızlarımız daha çox mənim uşağım sağlam oldu, yox, mənim çapığımda niyə kelloid var, ona daha çox fikir verirlər, diqqət yetirirlər. Bugün kelloid çapıqlarını sorulması üçün müxtəlif mazlar var, gellər var, fərqli-fərqli iynələr var, hətta plasterlar var və bu da elə bir böyük bir problem deyil. Düşünürəm ki, ən böyük nəticə hər bir qadının qucağında tutduğu sağlam övladıdır. Doktor, o zaman bir dənə konkret bu suala cavab verək ki, ilk doğuşu təbii olan ikinci, üçüncü dəfə keysəriyyə seçə bilərmi? İlk dəfə uşağı keysəriyyə ilə dünyaya gələn ikinci, üçüncü dəfə təbii doğuşa girə bilərmi? Baxın, əgər bir qadın təbii doğuşu edibsə, ikinci dəfə keysəriyyə girirsə, demək orada bir bəlli səbəb var. Dölün ya çəp gəlişidir, ya sarğı gəlişidir və yaxud da ana tərəfdən hansısa bir göstəriş var, əlbəttə ki, girə bilər. Əks sual, əgər bir qadın keysəriyyə gedibsə, o təbii doğuşa girə bilərmi? Bəli, girə bilər. Lakin burada önəmli olan bir keysəriyyə olmalıdır. Məsələn, 2 keysəriyyə varsa, demək ki, burada uşaqlıqda 2 çapıq olubdur. Bu qadının doğuşa girməsi biraz risklidir. Həm qadın üçün, həm uşaq üçün, həm də həkim üçün. Ancaq yox, bir dəfə keysəriyyə olubsa və bəlli bir zaman keçibsə üstündən, əlbəttə ki, nəzarət altında bu qadın təbii doğuşa gedə bilər. Sizin praktikanızda bir video gördüm, sağrı gəlişi keysəriyyədə. Biz bilirik ki, əvvəllər mamaçılar çox qorxardılar, sağrı gəlişi uşaq gələndə təbii doğuşda. Təbii doğuşda çox rast gəlinib. Keysəriyyədə fikirləşir ki, yox, belə bir şey ola bilməz. Çox mu rast gəlinir və o zaman bu həkim üçün çətinlik törədirmi? Ümumiyyətlə bu patologiyadırmı və uşağa da bir ziyanı varmı? Keysəriyyədə kəsiyi aparırsınız və uşaq sağır gəlişi çıxır. Sarğı gəlişi bu patologiya deyil. Bu sadəcə dölün gəlişinin formasıdır. Baş gəlişi də gələ bilər, çəp gəlişi ola bilər, sarğı gəlişi ola bilər, ayaqla gələ bilər. Sadəcə burada bilmək lazımdır. Bəzən qızlar gəlirlər bir sualla ki, niyə məndə oldu, nədən oldu? Bu səbəb ondan ola bilər ki, çox sululuğa bağlı ola bilər, az sululuğa bağlı ola bilər, çanağın kiçik olmasına bağlı ola bilər və başın yerləşməməsinə gətirib çıxarda bilər. Sarğı gəlişi olduqda, bəli, biz çox vaxtı doğuşu yox, keysəriyyəni üstün tuturuq. Çünki bu biraz ana üçün travmatik ola bilər və keysəriyyə zamanı isə heç bir çətinlik yəni olmur.
rahat əməliyyatımızı edirik. İstəyir çəp gəlişində, istəyir sarğı gəlişində olsun. Azərbaycanda son zamanlar statistikaya baxırıq. Üçəmlər, dördəmlər, əkiz uşaqlar süni mayalanma ilə çox döllü hamiləliklərdə bu 100% keysəriyyə alınmalıdır məncə əkizlər. Öncədən də dedim ki, bizim keysəriyyə üçün protokolumuz var. Bu bizim Səhiyyə Nazirliyi tərəfindən təltif olunmuş bir protokoldur və bunu bütün həkimlərimiz bilirlər. Orada da elə göstəriş üçün belə bir abzac var. Əgər bir qadında sonsuzluq olubsa bir neçə il, kimlər gedir süni mayalanmaya? Sonsuzluqla uğraşan pasientlər süni mayalanmaya müraciət edirlər. Və orada da elə yazıb, əgər sonsuzluq varsa və süni mayalanmaya müraciət edibsə, əlbəttə ki, mütləq keysəriyyə üçün göstərişdir. Və bilirik ki, süni mayalanmaya gedən cütlüklər çox vaxtı, onlar bir bəlli zamanlarını, pullarını itirdiklərinə görə mən süni mayalanmaya gedirəm, necə deyirlər, bir güllənin 2 dovşan vurum, əkiz olsun istəyirlər. Və bizim elə protokollarda da yazır ki, əgər əkiz hamiləlik və yaxud da ki, üçəmlər varsa, bu keysəriyyə üçün göstərişdir. Əkizlərdə əgər əkizin biri sarğı gəlişində olarsa, bu %100 göstərişdir keysəriyyə əməliyyatı üçün. Deməli, təbii yolla da hamilə qalsa əkizlərə yenə keysəriyyə daha çox. Əgər dölün biri sarğı gəlişində gəlirsə, bəli, biz o zaman risk etmirik, keysəriyyə əməliyyatını alırıq. Doktor, belə bir şey də var. Sizin praktikanızda necədir? Bu oğlan qız uşağının hamiləliyi deyirlər fərqli olur falan. Oğlan uşaqları zəif olur, daha çox itki də oğlan uşaqlarında yarımçıq doğulma, yəni dözümsüz olurlar güya. Necədir bu hamiləlikdə? Yox, bu doğuşla keysəriyyədə oğlan uşağı asan da olur, problemsiz olur, qız uşağı asan da olur və döl daha sağlam olur və yaxud da az problem yaradır. Belə bir şey varmı? İnanın ki, bunun oğlan və ya qız bunun nə hamiləlikdə fərqli gedişatı olur, nə doğuşda, nə keysəriyyədə. Yəni bu sual yəqin ki, yalnız və yalnız bizim xalqımıza məxsus olan sualdır. Çünki oğlan və ya qız heç bir aidiyyatı yoxdur. Burada həm hamiləlikdə, həm doğuşda, həm keysəriyyədə yanaşma və gedişat eynidir. Uşaq uşaqdır. Əlbəttə ki. Doktor, keysəriyyə əməliyyatı və doğuş bir də həm də komanda işidir. Bir çox burada əsas məsələ həm də bu keyitmə, narkoz məsələsidir. Bir çox xanımlar hələ deyir ki, ən yaxşısı ümumi narkoz alım, yatım, görməyim, çünki hiss eləyə bilərəm. Bir çox da deyir ki, uşağımın gəlişini görüm, yerli anesteziya olsun. Bir çoxları deyir etməyin, yerli anesteziyada belə iynə vurulur. Sizin seçiminiz nədir burada? Əlbəttə ki, bizim seçimimiz deyəndə burada da bir komanda olaraq anesteziologların seçimi və ginekoloqların da müsbət yanaşması budur ki, biz bütün hamilələrə spinal narkoz məsləhət veririk, bilirik. Nədən? Çünki spinal olunduqda bu vurulan dərmanlar dölə bivasitə keçmir. Və qadın ayıq olur, onun beldən aşağı olan aşağı ətraflar keyiyir, qarın aşağı hissəsi keyiyir və qadın onu hiss etmir. Sadəcə qızlarımızın çoxsunda bir qorxu var ki, belimdən iynə vurularsa mən şikəst qala bilərəm, yox mən ümumi narkoz istəyirəm. Halbuki biz hər dəfəsində vurğuluyuruq ki, ümumi narkoz məsləhət deyil. Çünki ümumi narkoz aldıqda bilavasitə dölə təsir edə bilir və bizim dölün tez, ani momentdə qarın uşaqlıqdan çıxartmağımız çox maksimal dərəcədə az vaxt istifadə etməliyik ki, dölə az təsir olsun. Yəni neçə dəqiqə təsir edə bilər? Hətta 5-3 dəqiqənin belə söhbəti var. Bəli. İynə narkoz gedəndən sonra, baxın, 5 dəqiqədən sonra artıq dölə təsir edir. Ağrısız doğuş deyək, ağrısız doğuş. Amma deyirlər təbii doğuşun da bizdən hətta bir neçə il öncədən xaricdə Amerikada belə bir şey var idi, ağrısız doğuş. Yəni xanıma iynə vurulur, anesteziya iynələri vurulur belindən və orada da doğuşu hiss eləmir. Bu necə idarə olunur? Belə bir şey var mı Azərbaycanda? O artıq Azərbaycanda da neçə illərdir var və biz də onu icra edirik. Bu çox, mən ona çox müsbət baxıram. Ən çox da birinci doğuşda. Çünki epidural olduqda doğuş yumşaq, rahat və tez keçir. Ona görə ilk doğuşlarda
mən də bunu məsləhət bilirəm. Tətbiq edirsiniz. Əlbəttə ki. Onda sizin doğuşlar ağrısız keçir. Bəli. Yaxşı, o ağrı prosesi axı doğuşu idarə eləməyə prosesi həkimə kömək eləyir. O qışqırmırsa siz necə bilirsiniz necə gəldi, necə oldu? Yox, qadının ümumiyyətlə qışqırmağı doğuş zamanı mütləq vacib olan bir şeylərdən deyil. Çünki onun qışqırmağı qadına kömək olmur, əksinə mane olur. Qadın bütün gücünü itirir. Doğuşun epiduraldan sonra doğuşun gedişatı o qədər yumşaq və həfif olur ki, biz uşaqlıq boynunun açılmasından, dölün irələməsindən artıq bilirik ki, doğuşumuz hansı etapdadır və qadın bizi dinləyir. Qadın bizi dinləyir, güc ver dedikdə o güc verir, nəfəs al dedikdə o nəfəs alır. Ancaq epidural olmadıqda bəzən ağrı qadına güc gələrək qadın doğuş prosesini pozur, eşitmir, dinləmir. Çünki doğuş bir belə deyək, bir rəqsə bənzəyir. Orada eyni anda addımlarını ataraq, eyni anda hərəkətləri edərək o zaman daha gözəl görsənir. Biraz bunu açaq da, epidural ağrısız, epidural iynə ilə ağrısız doğuş necə olur orada? Neçə vaxt, doğuşdan neçə dəqiqə əvvəl iynə vurulur Neçə və nə baş dəqiqə verir? əvvəl yox. Orada mütləq şəkildə bunu bilmək lazımdır ki, epidural vaxtında qoşulmalıdır. Qadın klinikaya daxil olarında mən doğuram, mən ağrıyıram, qışqıraraq suyum getdi və müayinə edərək gördükdə ki, orada 2-3 santı var. Əlbəttə ki, orada epiduralın qoşulması çox tezdir və bu doğuşun diskoordinasiyasını gətirib çıxarda bilər. Biz adətən epiduralı 6 santimlərdə, yəni uşaqlıq 6 santimetrə qədər açıqlıq var və 6 santimetrdən sonra kəskin ağrılar başlayır. Bax, o moment biz epiduralı qoyuruq və tam doğuş bitənə qədər. O zaman ağrısızdırsa, bu doğuş belə rahatdırsa, niyə imtina edirlər yenə də? Bəzi qızlarımızda fobiya var. Bəzi qızlarımız düşünürlər ki, mən cırılacağam. Bəzi qızlarımız düşünürlər ki, mən uşaq doğandan sonra uşaqlıq yolum genişlənəcək. Bəzi qızlar ümumiyyətlə o prosesi görmək istəmirlər. Komfortu üçün. Bəli, bəzisinin də göstəriş olur keyseriya. Ona görə biz də keyseriya almaq məcburiyyətində qalırıq. Gəlin bir mifə də aydınlıq gətirək. Yəqin qaynanalar, qaynatalar, keçmiş nəsil bunu əsas gətirir ki, keysəriyyə ilə olan uşaqlar əqli, geri olur, zəif olur, immunitetləri zəif olur, təbii doğuşla doğulan uşaqlar daha ağıllı, daha fərqli, daha sağlam olur. Belə bir şey varmı təcrübədə, elmdə? Əqli cəhətdən deməzdim, onun heç bir fərqi yoxdur. Lakin immun sisteminə gəldikdə burada biraz bu mövzuda tartışmaq mümkündür. Nədən? Çünki bir döl rahat durduğu yerdə biz onu çıxardırıq və o hazır deyil. Ancaq təbii doğuşda döl hazırlaşa yavaş-yavaş gəlir. Hətta uşaqlıq yolundan keçərək orada bir baskı olur və onun ağciyərlərində olan o damcı sular belə sıxılır və çıxır. Bundan əlavə uşaqlıq yolundan keçərək orada təbii bakteriyalar var, hansı ki bizim immun sistemimizə çox lazımdır. Və döl onu qəbul edərək öz immun sistemini daha da gücləndirir. Ancaq keysəriyyə zamanı bu mümkün deyil. Mən düşünürəm ki, təbii doğuşla olan uşaqların immun sistemi daha güclü olur. Və bir də vurğulayaq ki, təbii doğuş zamanı qadın doğuşdan dərhal sonra döşə qoyulur o uşaq. Və döşə qoyulduqda əlbəttə ki, onun immun sistemi digər uşaqlardan fərqli olacaq. Keysəriyyə vaxtdan əvvəl olunarsa, o zaman qadında süd yaranması gecikir biraz. Əlbəttə ki, gecikir. Neçə müddətdən sonra artıq o əmzilə Ümumiyyətlə bilir uşağı? biz fikir veririk ki, keysəriyyadan sonra qızların çoxsunun südü biraz gec gəlir. Ancaq təbii doğuşdan daha tez gəlir. Bir də 6 aylıqlar məsələsi var. Mənim yadıma gəlir 6 aylıq doğulanlar. O vaxtda belə bir şey olurdu. 6 aylıq doğulmuş deyirlər ki, sən 6 aylıq doğulmusan, sən 6 aylıq doğulmusan. 6 aylıq deyirlər, problem olmur. 6 aylıq, yəni doğulan uşaq qalır. Keysəriyyədə belə bir şey olub sizdə 6 aylıq götürmüsünüz? Bu bir mifdir. 6 aylıq dedikdə 24 həftəmiz olur. Yəni bugün 24 həftəsində doğulan körpələrin bəlli bir problemləri olur sağlıqlarında. Yəni o bir mifdir ki, 6 aylıqlar daha sağlam olurlar. Düşünürəm ki, çox yaxşı olar ki,
hər bir hamilə qadın vaxtında uşağını doğsun. Bu vaxt nə vaxtdır? 39-40 həftəmiz. Təşəkkür edirik doktor. Mənə elə gəlir ki, çox suallara cavab verdik. Amma mənə elə gəlir ki, ginekologiyada bu suallar, bu miflər, bu el arası gəzən söhbətlər bitməyəcək. Hər dövrün öz söhbətləri olur, hər nəslin öz söhbətləri olur. Belə çıxdı ki, bugünkü təbliğatımızdan təbii doğuşa hə deyirik. Bəli, təbii doğuşa hə deyirik və məncə hər bir qadın özündə güc tapıb təbii doğuşa hə deməlidir. Və təbii doğuşu uğurla aparacaq, dəstək olacaq həkimini tapmalıdır. O öz yerində. Ən birinci odur. Ən vacibi odur. Çünki təbii doğuş zamanı həkimlə pasient arasında bir bağ əmələ gəlir. Bir energetik bir bağdır. Çünki o qadın üçün o həkim orada həm onun anasıdır, həm bacısıdır, ən doğmasıdır belə deyək. Həm də Allahın əlidir. Məncə. Olsun. Çox gözəl. Və mən düşünürəm ki, o bağ olmadan onlar bir komanda olub işləyə bilməzdir. Bizim dəfələrlə olub ki, doğuşdan sonra bir-birimizə sarılmışıq. Ağlamışıq. Pasient mənə deyib ki, Aynur xanım bağışlayın, üzr istəyirəm, sizi incitdim. Mən də pasiyentə deyirəm ki, əgər hardasa səsimin tonunu yüksəltdimsə, bağışla, üzr istəyirəm, ancaq bu da sənin və körpənin xeyri üçün idi. Təşəkkür edirik bir daha studiyamıza gəldiyiniz üçün. Xatırladaq ki, bugünkü verilişimizin qonağı cərrah mama ginekoloq Aynura xanım Abdullayeva idi. Sağ olun, gələn görüşlərədək.